Bakın, dostlarla biz tədbirə gedirik. İnşallah ki sabah baş tutacaq Ağdaban faciəsinin 33 illiyinə həsr olmuş tədbirə gedirik. Kəlbəcərə Qayıdış İctimai Birliyinin Ali Məclisin üzvləri, qonağımız da var. Məhəmməd Nərmanoğlu. İlk təəssüratlarınız Məhəmməd? Mən sizə təşəkkür edirəm. Kəlbəcərə Qayıdış İctimai Birliyinin belə deyək, əsas idarə heyətinin, Ali Məclisin üzvləri ilə birlikdə Kəlbəcərə qayıtmaq, görmək, ziyarət eləmək böyük bir savab ziyarətdir, əsas ziyarətdir. Sabah Ağdabanın növbəti faciənin anım tədbiridir, il dönümüdür. Mən güman eləmirəm ki, təkcə Kəlbəcərə bugün birlikdə səfər eləyənlərimiz o ziyarətdə olmalıydı. Bütün Kəlbəcərlərimiz olmalıydı. Yolumuz açıq olsun. Bir daha faciələrimizi qeyd eləməyək. Zəfərlərimiz dalbadal gəlsin. Bundan sonra zəfərlərimizi qeyd edək. Çox sağ olun, təşəkkür edirəm. Bura Sərsəng su anbarıdır. Burada biz döyüşlərdə olmuşuq bu istiqamətdə. Bu yol gedir, deməli, Umutlu, Kərəmli, Həsəniz, Qozlu Körpü oradan Kəlbəcərə gedir. Burada 92-93-cü illərdə həmişə xidmətlərdə olmuşuq. Sərsəng su anbarı üçün çox darılmışdı. İndi gedirik, bu yolu keçirib, gözəlliyi seyr eləyə, düz Kəlbəcərimizə doğru gedirik. Sabah da Məhəmməd bəy dediyi kimi Ağdaban faciəsi ilə bağlı Ağdaban kəndində tədbir keçirəcəyik və Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimiz var olsun, ordumuz, şanlı ordumuz həmişə güclü olsun, möhkəm olsun və həmişə qızıl hərflərlə tarix yazsın. Sağ ol, təşəkkür edirəm. Yılmaz bəy. Bugün Kəlbəcərə Qayıdış İctimai Birliyi yola çıxıb gözəl vətənimiz Kəlbəcərə doğru. Səfərimizin əsas məqsədi Ağdaban faciəsinin 33 illik il dönümü ilə bağlıdır. Biz Kəlbəcərə gedib ziyarət edəcəyik və eyni zamanda da Ağdaban faciəsində həlak olan həmvətənlərimizin anım gününü keçirəcəyik, ziyarət edəcəyik. Kəlbəcərin işğalı çox böyük faciələrlə, ağır faciələrlə nəticələnib. Ağdabanın işğalı Kəlbəcərin işğalına görə Ağdaban faciəsi Kəlbəcərin işğalı üçün bir zəmin idi. Biz Ağdaban faciəsini heç vaxt unutmamışıq, unutmayacağıq və daim Ağdabanda həlak olan şəhidlərimizin ruhunu sayğılarla yad edəcəyik. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Ədil bəy, sabahki tədbirlə bağlı. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Keçən əsrin 92-ci ilin aprel ayının 8-də namərd ermənilər Ağdabana hücum etdilər, dinc sakinləri qətlə yetirdilər. 68 nəfər dinc sakin həmin gecə qətlə yetirildi. 7 qadın diri-diri yandırıldı, 2 az yaşlı, 2 qoca, 2 az yaşlı orada şəhid oldu və 2 qoca şəhid oldu. Bilirsiniz, bu namərdləri buradan Azərbaycan ordusu qovdu. Eşq olsun Azərbaycan ordusuna, yaşasın qüvvətli Azərbaycan dövləti və burada bir ilahi bir həqiqət var idi. Ona görə ki, onlar bu cənnətdə yaşayırlar, bu cənnətin çörəyini yedilər, məskunlaşdılar və buranın qədrini bilmədilər. İnşallah vaxt gələcək, həmin o namərdlər, o ünsürlər, onlara millət demək olmaz. İnşallah Qafqazdan da rədd olub çıxıb gedəcəklər gəldikləri yerə. Çox sağ olun, bir daha təşəkkür edirəm. Allah'tan Ağdaban şəhidlərinə, cəmi Azərbaycanımızın ərazi bütövlüyündə, bütövlüyü uğrunda canlarını verən şəhidlərimizə Allah'tan rəhmət diləyir. Təşəkkür edirəm. Eldar bəy, sabahki... Bura Ağdərənin tərtərgiyəsi deyirik bura. Sərsəng su anbarıdır. Çox gözəl, səfalı bir yerdir. Biz də Kəlbəcərə gedirik, sabah Ağdabanın soyqırım olub orada, onun il dönümüdür, oraya gedirik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Kəlbəcərə Qayıdış İctimai Birliyini var eləsin. Həmişə şəhidlərimizi və Qarabağ uğrunda
şəhidlərimiz həmişə yad edəcəyik. Çox sağ olun, təşəkkür edirəm.